Nəsib adlı izləyicimiz bildirir ki, Xanullan bəy hesab etmirsiniz ki, Qarabağ rəhbərliyi həddindən artıq xəsislik edir. Mənə ünvanlanır sual, amma mən sözü ötürürəm sənə Həbib. Bu çox müzakirə olunur. Əslində zaman-zaman müzakirə olunur ki, Qarabağ rəhbərliyi xəsislik edir. Valla mənə görə izləyicidir, azarkeşdir, təbii ki, haqlıdır. Futbolcu komandanı daha güclü görmək istəyir. Xüsusən də ortada Qarabağ adı varsa, Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparıb 7 xal qazanan və play-off şanslarını hələ də qoruyan bir Qarabağdan gedirsə söhbət, yəni təbii ki, futbol azarkeş transfer istəyir. Amma məsələnin digər tərəfi var. Biz Qurbanovun və Qarabağın transfer siyasətinə baxmalıyıq. Yəni Qarabağ il ərzində deyək ki, 5 futbolçu transfer eləyirsə, onun biri belə deyək yanılmış ola bilər. Və yaxud 2 mövsüm ərzində 10-15 futbolçu olursa, onun biri, ikisi belə deyək, Qarabağa uyğunlaşmaya bilər, alındırmaya bilər. Bu da nəyin nəticəsidir? Qarabağ kör-körənə transfer eləmir. Bu məsələnin birinci tərəfidir. Araşdırırlar. Hətta mən açıq şəkildə deyirəm ki, Qurbanov futbolçu əgər ailəlidirsə, onun ailədəki davranışları, onun ailəsindəki vəziyyət, sosial şəbəkələrdəki paylaşımları, onun hadisələrə, reaksiyalarına kimi izləyir, baxır, o dərəcədə dərindən təhlil edir. Yəni, hər istedadlı futbolçunu Qarabağa gətirmişsiniz. Fikir verirsənsə, xanım, Qarabağa gələn futbolçular sanki gələn kimi Qarabağın havasına uyğunlaşır. Mən 18 ildir bu sahədəyəm, hələ mən belə deyək, son 15 ili, 16 ili Qarabağın uğurlu dönəminə təsadüf eləyir. Mən indiyə kimi Qarabağdan gedən hansısa futbolçunun Qarabağ barədə artıq əski danışdığını görməmişəm. Bir dəfə olmuşdu, bir dəfə yadıma gəlir, bir neçə il əvvəl olmuşdu. O da tam belə kobud ifadələr yox idi, sadəcə dini məsələləri qabartmışdı həmin futbolçu. Adın qaradərli futbolçuydu, həmin sonra getdi narkotika qurşandı filan. Yəni, ondan kənar mən yadımda gəlmir ki, Qarabağda kimsə başından artıq danışsın və yaxud orada pis, negativ hallarla üzləşsin, bunu sonradan getdiyi ölkənin mətbuatında, öz vətənində danışsın. Yəni, deməyim odur ki, Qurbanov incəliyir hər detalına kimi, o uyğun gələn futbolçunu götürür Qarabağa. İkinci məsələdəki balansın pozulması faktı var ortada. Mənə elə gəlir ki, Qurbanov buna qarşıdır. Məsələn, hansısa futbolçu tutaq ki, 2 milyon maaş istəyirsə, avro maaş istəyirsə, Qarabağın təbii ki, imkanı var, gətirə bilər. Mən ona əminəm ki, Qarabağ 2 milyonluq, 53 milyonluq futbolçu gətirə bilər qazanca. Amma o onu gətirsə, orada balans pozulacaq. Zubir deyəcək, məsələn, dünən gələn futbolçu niyə məndən artıq qazanmalıdır? Kadi Borges deyəcək ki, bu klub üçün, komanda üçün mən canımı vermişəm. Necə oldu ki, hələ ortalıqda heç nə yoxdur, bu gəldi 2 milyonluq müqaviləyə qol çəkdi. Yəni, futbolda var belə faktlar, özümüz də bilirik. Yəni, kənardan göründüyü qədər asan deyil. Yəni, bu kimi faktorlar var. Yəni, ən azından hər şeyi qoyaq bir qırağa da, bir şeyi düşünək. Həmin o azarkeşə Nəsib qardaşımıza səslənmək istəyirəm ki, sizcə Qurbanov kimi xarakter sahibi, Qurbanov kimi uzaq görən adam, Qurbanov kimi belə deyək, sözü deməyi bacaran adam, sizcə Tahir Gözəl, belə deyək, Tahir Gözəl kimi rəhbər və yaxud olsun Azərsun, Qurbanovun istədiyi futbolçunu almasa və yaxud futbolçu üçün əlini cibinə salmasa, Qurbanov orada qalarmı? Bir gün də qalmaz, inandırım səni. Əgər Qurbanov desə ki, bu futbolçunu istəyirəm, gətirin, Qurbanova desələr ki, bahadır, Qurbanov deyər, mən sənə 30 milyon, 40 milyon ildə pul qazandırıram. Mənim futbolçu istəmək haqqım yoxdur. Əgər mənə oyuncu vermirsənsə, məndən nəticə tələb eləyə bilmərsən. Yəni, bu kimi faktorlar var da, hər şey o sadaladıqlarımızdan başqa da, yəni, baş məşqçinin özü də hansısa transferi istəsə, əlini qoysa ki, bu futbolçunu gətirin, əmin edirəm ki, həmin futbolçu Qarabağda olar.